Yoldaşam bir şey diyeyim aziz dostlar. Bilirsiniz ki Milli Müdafiə Universitetinin hərbi məktəblərinə artıq sənəd qəbulu ayın 30-una qədərdir. İyun ayının 30-una qədər və tələsin. Tələsin. Həm vətənimizi qoruyun, həm hərbi təhsilinizi alın. Həm evlə təmin olunun, həm maaşınız olacaq, həm stipendiyanız və digər ailə, valideynlər üçün şəxsi hesabda yatırılan məbləğ müəyyən qədər, hər şey. Ona görə hərbi təhsil məsələləri üçün tələsin, vaxtı az qalır və müraciət edə bilərsiniz. Mən hər zaman bu xalqın, bu millətin xidmətindəyəm. Eləcə də Tibb Universitetində hərbi tibbi fakültə üçün eyni zamanda hərbi üçün ayın 30-una kimi sənəd.